Müharibə daha tez başlaya bilərdi, biz gecikdirdik. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ABŞ və İsrailin İrana birgə hücumları ilə bağlı diqqət çəkən açıqlama verib. Today Press TV xəbər verir ki, o Türkiyəni müharibəni gecikdirən tərəf adlandırıb. Nazirin sözlərinə görə tərəflərə yaradıcı həll yolları təklif olunub. Əslində müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. Bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular. İranlılar danışıqların davam etdiyi bir vaxtda müharibənin başlamasını diplomatiyaya xəyanət kimi qiymətləndirirlər. Bundan sonra nə baş verəcəyini ciddi şəkildə düşünməliyik. Çünki İsrail və ABŞ gələcəkdə də təhlükə yaradacağı üçün İranın qarşısını almağa çalışacaq. Hakan Fidan İranın Türkiyəyə hücum ehtimalına da münasibət bildirib. Bunu tək İran məsələsinə görə yox, həmişə deyirəm. Türkiyə özünü qoruyacaq. Bizim bunu etmək üçün həm iradəmiz, həm də qabiliyyətimiz var, deyə Hakan Fidan əlavə edib.